Bəzi uşaqlar danışmır, amma daim səslər çıxarır, mırıldanır, qışqırır, heyecanlara bənzər səslər edir. Valideynlər bunu çox vaxt danışmağa çalışır kimi başa düşür. Amma elmi baxımdan bu sadəcə ilkin nitq mərhələsi deyil, dilin təşkilatlanma prosesidir. Beyin əvvəlcə söz yaratmır, səs sistemini məşq edir. Bu mərhələdə uşaq müxtəlif səsləri yoxlayır, intonasiyanı öyrənir və danışıq üçün lazım olan əzələ koordinasiyasını formalaşdırır. Ən şok edici fakt budur. Bu səslər düzgün yönləndirilməsə, sonradan sözə çevrilmə prosesi ləngiyə bilər. Çünki beyin səs çıxarmağı öyrənir, amma onu mənalı sözə çevirməyi avtomatik öyrənmir. Ən vacib məqam, bu mərhələ tamamilə normaldır, amma inkişaf etdirilməlidir. Əgər valideyn bu səsləri sadəcə şirinlik kimi qəbul edib reaksiya vermirsə, beyin ünsiyyət əlaqəsini zəif qura bilər. Düzgün yanaşma isə sadədir. Uşaq səs çıxardıqda ona cavab vermək, həmin səsləri sözə çevirmək və ünsiyyət yaratmaq. Məsələn, uşaq baba deyirsə, siz bəli, baba gəldi deyirsiniz. Unutmayın, danışıq səslə başlayır, amma ünsiyyətlə inkişaf edir. Sizinlə idi psixoloq Kərim Kərimzadə.